Hamınızı salamlayıram. Deməli, bugünkü dərsimiz, video izahımız Böyük Səlcuq dövləti ilə bağlı olacaq. Böyük Səlcuq dövləti Azərbaycan tarixindən də keçmişdir. 1038-1157-ci illərdə mövcud olub. İlk öncə başlayaq Səlcuq bəydən. Səlcuq bəy Oğuzların qınıq boyundan idi, yəni Səlcuqlar. Ümumiyyətlə biz deyirik ki, Oğuzlarda boylardan danışırıq. Boylar, məsəl üçün biz Səlcuqlar qınıq boyundandır, Osmanlılar qayı boyundandır. Qara qoyunları demişdik, Baharlı, Ağ qoyunlar Bayandurlu. Yəni boyları çoxdur. Səlcuqlar da Oğuzların qınıq boyundandır. Səlcuq bəyin atası Tokaq bəy idi. Səlcuqlar 10-cu əsrdə Cənd şəhərinə gəliblər. 10-cu əsrdə İslam dinini qəbul ediblər. Buxarada isə 10-cu əsrin 70-ci illərində məskunlaşıblar. Səlcuqların Xorasanda məskunlaşdırıb Sultan Mahmud Qəznəvi, yəni Xorasanda məskunlaşmalarına icazə vermişdi. Daha sonra deyəcək ki, 2000 Oğuz ailəsi 1028-ci ildə Rəvvadi ərazisində məskunlaşır. Buna da demişdik Azərbaycan tarixində Rəvvadi hökmdarı kim idi? Vəhsudan. Vəhsudanın dövründə. Daha sonra Çağrı bəyin başçılığı ilə 1015-ci ildə kəşfiyyat yürüyüşü olub. Çağrı bəy və Toğrul bəy ikisi birlikdə mübarizə aparıb Qaraxanlılar və Qəznəvilər dövlətinə qarşı. Daha sonra Toğruldan danışacağıq ki, 1-ci Toğrul 1038-1063-cü illərdə hakimiyyətdə olub. Paytaxtı Nişapur idi 1038-dən 1043-cü ilə kimi. Dərinləşən döyüş olur ki, 1040-cı ildə Qəznəvilərlə Səlcuqlar arasında Səlcuqlar Qəznəviləri məğlub edirlər. Bundan sonra 1040-cı ildə Mərv qurultayı keçirilir. Mərv qurultayında qərbə və şərqə yürüyüş qərarlaşdırılır. Yəni qərbdə Bizans idi, şərqdə isə Qaraxanlı və Qəznəvilər idi. Bundan sonra paytaxt Riyə köçürülür. Yəni 1043-cü ildə paytaxt Riyə köçürülür 1072-ci ilə kimi. 1054-cü ildə 1-ci Toğrul Rəvvadiləri, Şəddadiləri və Tiflis müsəlman əmirliyini tabi edir, özünü asılı vəziyyətə salır. Şəddadilərlə isə 1048-ci ildə müqavilə imzalanmışdı ki, biz bunu Azərbaycan tarixində demişdik, Bizans erməni gürcülərə qarşı. Daha sonra Bağdadı 1055-ci ildə tabi edir və bundan sonra xəlifə onu Şərqin və Qərbin hökmdarı adlanır. Yeni torpaq uc yaranır. Vergi üşür idi, ən geniş yayılmış torpaq isə İqta torpağı idi. Daha sonra danışacağıq Alparslan dövründən. Alparslan 1063-1072-ci illərdə hakimiyyətdə olmuşdu. Alparslan Şirvanı tabi etmişdi 1066-cı ildə. Şirvan hökmdarı da kim idi? 1-ci Fərruz idi. O Şirvan şah titulundan məhrum olur və Məlik titulu daşımağa başlayır. Və bununla da Azərbaycanı tam tabi edir. 1065-ci ildə Rəvvadilər dövlətinə son qoyur Alparslan. Deməli, Alparslan Rəvvadilərə son qoyur. Rəvvadilər isə özünə asılı vəziyyətə salmışdı 1-ci Toğrul. 1071-ci ildə Malazgirt döyüşü olur ki, məşhur Malazgirt döyüşü. Bu döyüşdə Turan taktikasından istifadə olunub. Digər tərəfdə Oğuz və Peçeniklər, ki, Türk tayfası digər tərəfdə döyüşürdü. Və bu döyüşlə Şərqi Anadolu həmişəlik Türk torpağına çevrilir. Və sülh müqaviləsi imzalanır, vergi falan ödəyirlər Bizanslar bunlara. Qaraxaniyə yürüyüş zamanı Alparslan ölür. Biz ümumiyyətlə Türk axınından danışmışdıq ki, 1-ci Türk axını Kimerskitlər idi, 2-ci Türk axını Hunlar idi, 3-cü də Oğuz Səlcuqlar idi. Ümumiyyətlə testdə düşsək ki, dünyəvi dövləti kim yaradıb? Sultan 1-ci Toğrul. Məlikşahın dövrü 1072-1092-ci illərdə olmuşdu. O, paytaxtı İsfahana köçürdür 1072-ci ildə və axıra kimi paytaxt İsfahan olur. Hərbi islahat keçirdib ki, hərbi islahatına görə tayfa müxtəlifliyi əsasında nizami ordu yaratmışdı. Ticarət sahəsində isə vahid ölçü, çəki, pul sistemi yaradır, bəzi tacirləri rüsumlardan azad edir. Konya, Fələstin, Suriya, Ankaranı fəth edir. Daha sonra Qaraxaniləri asılı vəziyyətə salır, vəziri isə Nizami Mülki idi. Ölümündən sonra isə buraya səlibçilərin yürüyüşü olur. Sonuncu hökmdar isə Sultan Səccərdir ki, 1118-1157-ci illərdə hakimiyyətdə olub. O, Qaraxani və Qəznəvilərə qarşı uğurlu döyüş olsa da, Qaraxanilər və Qəznəvilərə qarşı, yəni uğurlu döyüş aparsa da, Qaraçıtaylara məğlub olur. Bundan sonra dövlət parçalanır ki, və bu parçalanma nəticəsində Türk dövlətləri yaranır. Biz bunları Xarəzm, İraq Səlcuq,
Kirman Səlcuq Atabəylər dövləti və Konya Anadolu Rumelinin adını çəkəcəyik ki, bu Konyada deyilə bilər və yaxud da ki Anadolu Rumeli deyilə bilər. Belə Böyük Səlcuq